Başkomandanın əmir gözlərik, Ali Başkomandanın əmir gözlərik. Qəhrəman əskərik, alpərəllərik. Qəhrəman əskərik, alpərəllərik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. 13 gün neytral zonada qalmışdı. Noyabrın 4-ü təqdim oldu bizə, dəfn elədik. Allah hökumətimizdən razı olsun. Rəhmətli uşaq idi Allah. Heç kəsinə iş olmazdı. Sinəsinin qabağa çox yaralı daşıyır. Çoxlu arzular var idi. Adı xəyal oldu, özü də xəyalı kimi getdi. Onun haqqında müharibədə iştirak edənlər deyir ki, yəni çox mərd uşaq idi. Yəni qorxmurdu, qaçmırdı, geriyə çəkilmirdi. Müharibəyə gedəndə o qədər bək-bək qucaqladı, dedi ki, mən gedəcəm. Ola bilər, bəlkə də gəlməyim. Yurdumuzun hər qarışında, 1000 illər öncə də, bu gün də vətənə sonsuz məhəbbət ruhu ilə yaşayan qəhrəmanlarımız saysız olmuşdu. Onların igidliyi zamanın sərt küləklərindən alnı açıq, üzü ağ çıxaraq, özlərindən sonraki nəsillərə örnək olmuşdu. Bu ömrü özünə vüqar bilən, şərəfli ömrü ilə yaddaşlara həqq olan qəhrəmanlarımızdan biri də Qubadlı istiqamətində gedən döyüşlərdə şəhadətə ucalmış şəhidimiz Əhmədov Xəyal Hüseynoğludur. Dünyanın ən müqəddəs zirvəsinə yüksələrək, qanı ilə torpaqlarımızı suvararaq şəhidlik zirvəsinə yüksəldi qəhrəmanımız. Vətən uğrunda mübarizə apararaq, qəhrəmanlıq sərnaməsinə adını yazmaqla vətənin bölünməzliyinə imza atdı. Gücü də sınav işgəydi. Daşkəsən rayonunda qulluq eləmişdi. Füzuli istiqamətində gedən döyüşlərdə Fəbrayırda oktyabrın 19-u şəhid olmuşdu. Şəhiddən qabaq telefonla danışıq söhbətimiz olurdu. Ata, torpaqlarımızı alacaq, darıxmayın, narahat olmayın. Şəhidlərimizin qanını yerdə qoymayacaq. 13 gün neytral zonada qalmışdı. Noyabrın 4-ü təqdim oldu bizə, dəfn elədik. Allah hökumətimizdən razı olsun. Ali Başkomandan Cənab İlham Əliyevdən minnətdarlığımı bildirirəm. Mehriban xanıma minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Allah şəhidlərə, qazilərə savab versin, şəhidlərə rəhmət eləsin. Çox sakit uşaq idi, çox. Rəhmətli uşaq idi Allah. Heç kəsinə iş olmazdı. Sinəsinin qabağa çox yaralı daşıyıb Allah. Xəyal çox
Bir matını kasıb-küsüba paylayan uşağı idi. Özü də kasıb oğlan idi. Amma fikri-zikri qalmışdı ki, Qarabağa gedim. Ay xala, mənlə dost kimi danışırdı. Ay xala, bircə müharibə başlasaydı, bu torpaqlarımızı alardıq. Bir rahat olardıq. Şəhid analarına səbir diləyirəm. Qəbirlərin nurla dolsun. Qazilərimizə sağ can arzulayıram. Allah ömür versin. Prezidentimizə can sağlığı versin. Yaxşı ki, biz zəfər çaldıq. Əhmədov Xəyal Faruq Quliyev adına Xıllı Qəsibə İqtisadi tam orta məktəbin məzunu olub. Faruq Quliyevlə elə bir gündən Əhmədov Xəyalın taliyi bir olub. Yəni 1994-cü il may ayının 7-sində Faruq şəhid olub. Ondan 2 gün sonra mayın 9-unda Xəyal dünyaya gəlib. Bunların taliyi elə bir yazılıb. Xəyal çox səliqəli, təmiz, qayğıkeş, sakit bir uşaq olub. Məktəb illərində, oxuduğu illərində müəllimlərin, şagirdlərin, valideynlərin dərin hörmətini qazanıb. Başı aşağı, gülər üzü oğlan olub. Demək olar ki, Xəyal həmişə dərs zamanı ondan şeir soruşanda 2 misralı şeiri əzbər bilərdi. Vətən mənə oğul desən nə dərdim, mamur olub qayasında bitərdim. Sonra arxasını soruşanda deyərdi ki, müəllimə elə bura qədər. Elə bir ömür taliyi də elə yarımçıq imiş. Bütün Azərbaycan şəhidlərinin qarşısında baş əyirik və deyirik, qanımız yerdə qalmadı, torpaqlarımız alındı. Əmisi qızından ötə birlikdə böyümüş, yəni bacı qardaş kimi bir olmuşuq. Xəyal uşaqlıqdan tərbiyəli bir oğlan olub, hər şeyin yerin bilən olub, zəhmətkeş olub. Onun haqqında müharibədə iştirak edənlər deyir ki, yəni çox mərd uşaq idi, yəni qorxmurdu, qaçmırdı, geriyə çəkilmirdi. Prezidentimizin sayəsində, əsgərlərimizin qanı sayəsində biz torpaqlarımızı geri aldıq, çox şükür. Yəni Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xəyal barədə mən bugün qürur hissi ilə danışa bilərəm ki, Xəyalın ən böyük arzusu idi bu zirvəyə, şəhidlik zirvəsinə yüksəlmək. Çünki o uşaqlıqdan, yəni 1-ci sinifə gələndən biz köhnə məktəbdə elə bil ki, oxumuşduq Xəyal. Məktəbin həyəti daşlı kəssəkli idi, Xəyal yıxılırdı. Deyirdim ki, Xəyal əzildin. Ovucuları görürdüm ki, ovucuların içərisi əzilib də belə. Deyirdi ki, müəllim, mən dözümlü olmalıyam, çünki mən əskər gedəcəm. Uşaqlıqdan ən böyük arzusu idi ki, o əskər olsun. Deyirdi, mən erməniləri, əskər olacam, erməniləri məhv eləyəcəm. Ən böyük arzusu idi və mən bugün çox qürur hissi ilə və mən həm də əminəm ki, Xəyalın bugün ruhu şaddır ki, o uşaqlıqdan istədiyi ən böyük zirvəni fəth edib. Allah rəhmət eləsin, məkanı cənnət olsun. Xəyal çox ağıllı oğlan idi, mərd oğlu idi. Qucağımızda böyüyümüşdü, çoxlu arzuları var idi. Adı Xəyal oldu, özü də Xəyalı kimi getdi. Mən Xəyalın haqqında çox söz deyə bilərəm. Çünki Xəyal bizim, deyərəm ki, nəslimizin fəxri fərmanıdır. Bizim yüksək məqamımızdır. Və indi də onu həmişə bütün Azərbaycan şəhidləri kimi onların qarşısına bəş edirəm, onlara laylay çalıram. Nə qədər də ömrüm var, həmişə şəhidlər üçün ağlayacam və şəhidlər mənim qürurumdur. Xəyala belə deyərəm, Xəyal laylay, balam laylay. İşıqlı ulduzu meydun, çöhrəli, səma kiməsi meydun. Şəhid oldun, fəxrim oldun, vətənimin igidləri, Qarabağın igidləri, sizin hamınıza qurban olum, Azərbaycan şəhidləri. Xəyal haqqında danışmaq mənə çox çətindir. Xəyalın uşaqlığı bizim evdə keçib. Xəyal çox mərd, çox cəsur, uşaq vaxtlarına çörək qazanan. Onun xəyalı idi adı, ancaq ürəyində çoxlu xəyalları qaldı. Çoxlu arzuları var idi. Allah Taala bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Bütün qazilərimizə şəfa versin. Şəhid atalarına, analarına, bacılarına çoxlu səbir versin.
Allah bir daha məkanını cənnət eləsin. Biz 3 uşaq olmuşuq. Qardaşımın biri 7 yaşında Kürdə boğulub. Bu da ki, şəhid olub. Nə bilim, o qədər şeylər var ki, demək də olmur. Bir də yadımda qalan nədir? O müharibəyə gedəndə o qədər bək-bək qucaqladı, dedi ki, mən gedəcəm. Ola bilər, bəlkə də gəlməyim. Gəlməsəm də bir də arzusu var idi. Mən əqqamda demişdim ki, bazı giyinərsən, fəxr edirəm qardaşımla. Vətən ruhlu övladların sevgi dolu baxışıdır şəhidlik. Vətəni yaşatmağın mübariz, həqiqət yoludur şəhidlik. Xəyalın vətənə sevgisi ana laylasından, ana südündən bütün varlığını oxumuşdu. Dünyaya Azərbaycanın gücünü, Azərbaycan oğullarının cəsarətini, qəhrəmanlığını göstərən şəhid oğullarının sırasında bugün Xəyal Əhmədovun da adı var. Haqq bayrağını qaldıran qəhrəmanımız düşmənin qara bağrını öz şücaəti və hünəri ilə dəldi. O özü də bilmədən bir evin, bir ailənin yox, Azərbaycan övladına çevrildi. Bu torpaq Azərbaycan adında var olduqca məmləkətimizin fədakar övladları unudulmayacaq. Ruhun şad, məkanın behişt olsun, qəhrəman oğul.